Salam, mən Günay müəllim. MİQ və sertifikasiyaya hazırlaşan texnologiya müəllimlərinə dəstək məqsədi ilə bu videonu çəkirəm. Mövzumuz elektrik çaydanının quruluş və iş prinsipidir. Ümidvaram sizlər də videoya baxaraq kanalımıza abunə olub, yorum bölməsində öz fikirlərinizi yazmağı, like etməyi unutmayın. Həmçinin də əgər MİQ və sertifikasiyaya hazırlaşmaq istəyirsinizsə, YouTube kanalımızda yerləşdirən nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək, deməli, elektrik çaydanın quruluş və iş prinsipinə. İlk çaydanın gövdəsi bildiyimiz üzrə misdən idi. Daha sonra xromlanmış poladdan, daha sonrası alüminiumdan hazırlanmışdır. Bugünkü günümüzdə isə müasir çaydanların əksəriyyəti plastik kütlədən hazırlanır. Bu isə çaydana toxunma zamanı yanıqlar baş verməməsinə, həmçinin metal çaydanlarla müqayisədə içindəki su uzun müddət isti qalır, yəni isti saxlayır. Ümumiyyətlə, elektrik çaydanının deməli, iş prinsipi olduqca sadədir. Gəlin ona nəzər yetirək. Elektrik düyməsini basdıqda, elektrik açar düyməsi, yəni bu hissədən söhbət gedir, düyməsini basdıqda dövrə qapanır. Və qızdırıcı elementdən, həmin bu qızdırıcı elementdən elektrik cəryanı keçir. Qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirir. Hər bir elektrik avadanlıqlarında olduğu kimi. Ümumiyyətlə, elektrik çaydanının qızdırıcı elementləri iki yerə bölünür. Birincisi spiral şəkilli, ikincisi isə diskvari. Günümüzdə ən çox istifadə olunan, yəni ən çox tövsiyə olunan qızdırıcı elementli elektrik çaydanı disk şəkilli olmasıdır. Nəyə görə? Disk şəkilli olması onun toxunan hissəsinin böyük hissəni əhatə edir və bu zaman su daha tez qızır. Deməli, elektrik çaydanının işləmə prinsipi necə oldu? Elektrik açarını, yəni elektrik düyməsini basıqda dövrə qapanır, qızdırıcı elementdən elektrik cəryanı keçir. Həmin bu qızdırıcı elementdən elektrik cəryanı keçir. Qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirir. Deməli, istilik enerjisi harada baş verdi? Qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirdi. Qızdırıcı elementdə elektronlar hərəkət etməyə başlayır və elektronlar qızdırıcı elementin atomları ilə toqquşaraq öz kinetik enerjisinin bir hissəsini onlara deməli istilik şəklində verir. Nə baş verdi? Deməli, qızdırıcı elementdə elektronlar hərəkət etməyə başladı. Elektronlar qızdırıcı elementin atomları ilə toqquşaraq kinetik enerjinin bir hissəsini onlara istilik şəklində verdi. Deməli, kinetik enerji bir hissəsini onlara istilik şəklində verdi. İstilik çaydandakı suya, həmən bax bu çaydandakı suya istilik keçirmə xassəsi hesabına keçir, ötürülür və bu su qaynamağa başlayır. Gördüyümüz şəkildə də qeyd edilmişdir. Buxar çaydanın dəstəyindən və yaxud da ki, gövdədəki borucuqdan keçib, deməli, buxarın verilmə borucuğu qara hərflə, belə qara xətlə verilmişdir. Həmən bu borucuqdan keçib, avtomatik elektrik açarına daxil olur. Bu zaman elektrik açarındakı bimetalik lövhəcik qızır. Bimetalik lövhəcik deyək nədir? Bimetalik lövhəcik 2 və yaxud da ki, daha çox metalın ərintilərindən hazırlanmış, deməli, ərintilərindən olan bir materialdır. 2 və yaxud da ki, daha çox qat metaldan, onların ərintilərindən olan materialdır. Bimetalik lövhəcik. Qızma anında lövhəcik əyilir və çaydan dövrədən açılır. Su qaynadıqdan sonra uzun müddət istiliyini saxlayır. Bu isə istiliyə davamlı və istiliyi qoruyan plastik kütlədən yenə qeyd etmək istəyirəm ki, olan gövdənin hesabına baş verir. Ümumiyyətlə, elektrik çaydanlarını mütləq üzərində qeyd edilmiş, məsələn, su səviyyəsinə uyğun olaraq doldurmaq lazımdır. Məsələn, üzərində yazılır, buranı silim. Məsələn, elektrik çaydanlarının üzərində yazılır, deməli, max. Yəni, minimum və maksimum. Əgər maksimum işarəsindən çox olarsa, bu zaman çaydan qaynadıqda daşımaq
halı baş verəcəkdir. Əgər su minimum işarəsindən az olarsa da, qızdırıcı element həddindən artıq, həmən bax bu qızdırıcı element həddindən artıq qızıb xarab ola bilər. Buranı silim. Qızdırıcı element xarab ola bilər və sıradan çıxa bilər. Daha sonra çaydanı qoşmazdan əvvəl mütləq şəkildə ağzı kip örtülməlidir. Əks halda buxar kip bağlanmamış qapaqdan çıxacaq. Bu zamanda avtomatik elektrik deməli açarında olan bimetal lövhəcik əyilməyəcək və çaydan sönməyəcək. Qaynayıb buxarlanan su qızdırıcı elementin, bax həmən bu qızdırıcı elementin yanıb xarab olmasına gətirib çıxardır. Sonra çaydanın gövdəsinin zədələnməsini gətirib çıxarda bilər. Yenə qeyd etmək istəyirəm ki, çaydanlar, demək elektrik çaydanları disk və spiral şəkilli qızdırıcı elementlərdən istənilən növləri var. Yəni bu insanların öz seçimindən asılıdır alıb istifadə etmək. Yenə qeyd etmək istəyirəm ki, ən çox günümüzdə qızdırıcı element disk şəkilli olandan istifadə olunur. Çünki onun toxunma səthi spiral şəkilli qızdırıcı elementdən nisbətən daha böyükdür. Ümumiyyətlə elektrik çaydanlarında uzun müddət işlənilən zaman ərp yaranır. Ərp suda çoxlu sayda duzların olması nəticəsində əmələ gəlir və zaman keçdikcə də çaydanın daxili səthini və qızdırıcı elementin örtüb onu sıradan çıxarmasına gətirib çıxarır. Və elektrik çaydanını ərpdən təmizləməyin bir neçə yolu vardır. Bunlardan biri də limon turşu ilə təmizlənməsidir. Limon turşu ilə təmizlənməsi bu üsul yüngüldür və həmçinin yüngül və yaxud da ki, orta dərəcəli çirklənmiş plastik paslanmayan və yaxud da polad və ya şüşədən hazırlanmış elektrik çaydanlarının təmizləməsi üçün nəzərdə tutulmuşdur. Bu zaman lazım olur təxminən 500 milli su, 1-2 xörək qaşığı da limon duzu lazım olur. Toz halında olandan, məsələn, bir qaşıq limon turşusunu limon 1/4 ilə də əvəz etmək mümkündür. Yəni, bir xörək qaşığı limon duzu yoxdursa, onu 1/4 ilə də əvəz edib təmizləmək lazımdır. Yenə qeyd etmək istəyirəm ki, bu üsul yüngül və orta dərəcədə çirklənmiş plastik, paslanmayan polad və şüşədən hazırlanmış elektrik çaydanları üçün nəzərdə tutulmuşdur.